müsaadenizle yeni ile bağlı bir neçə sualla sizə müraciət eləmək üçün əşkət bir ihtiyacım var. Sərvar xanımcadı verirsiniz. Buyur buyur. Ama sen ama çok gayret danışma. Teşekkür ederim. Çok sağ olun. Dostlar, deməli karşıdan gelen il neyle oldu, hansı ile oldu? İlgili. Biraz nereden demək olmaz. Bu planetler xeyirxah, çok necip, insanların dostu, onların sadık korucusu. Mən deyərdim ki, əsl enerji mənbəyi. Mehriban bir canlının formasında sıralanacak bütün. Bravo. Hala fırladırsınız burada, yine gelip çıkacağım ben dedim. Teşekkür ederim. Öyleyse deyin görək, aranızda bu necip heyvanın, başlayayım, bu necip canlının semada ulduzlarla sıralanıp bel vurduğu ildanadan olan var. Ne güzel dedi, adamınla tamam. Var. Var aranızda ip ilinden adam olan. Yok. Yoktu? Çatı bu ilde olan 50 kaldı. Ben inanmıyorum. Yok. Öyleyse en yakın geçmişimizi yanımıza salmak istiyorum. Bak 1910 yıl. 10. yılda adam olan var. Ben Adamların söz danıştım da. yoktu. Olsa bu ilde anadan olan şapta babalar. Yaxşı onda deyin görək. 22. yılda anadan olan necə? Var yoksa yok? Ayşe 83 yaşında burada adam var. Yaxşı bəs 34. yılda anadan olan necə? Bəs 46. yılda pis yok. Bəs 58. yılda? Bəs 70. yılda? Bəs 82. yılda? Yaxşı 94. yılda? 1994. yılda anadan olan var yoksa yok? O da yok. Gülşah bana. Sen ne diyeyim? Siz bu yılda anadan olmuşsunuz. Aslında 94. yılda. Benim anadan olduğum il 2006. ildir. Ben şöyle anadan olmazsam, ben mağdurlarım, ne anadan Onlardan dostlar, gelin hele 2006 yılda hazırlaşır anadan olmağa, hazırlaşır o dünyaya gelecek Körpe Hanım'ı bura davet edeyim ona bir neçə sualla müraciət edeyim. Başlayalım alkışlarınızla. Gel. Ama Azer, sualları verende yadımdan çıkmasın ki ben hele körpeyim. Böyle ürkütmeyin beni suallarımla. Başlayalım. Gülşen Hanım, Ben. size vereceğim suallar, bak, diyeyim size de bak, bir kadar çetin suallar olacak ama gerek orijinal cevaplar verin. Sen sualların ne olacak ki buna orijinal cevap olmalıdır. Ama yine de razıyım. Benden yaxşı cevap veren yoktur. Orijinal cevap veren yoktur. Bir hediyem de olacak ha. Ne danışıyorsun? Bəli, Ne olacak? Ne olacak? Oo, en yaxşı orijinal cevap verene hediyemiz olacak. Güman edirəm ki, onu sen de alacaqsın. Deməli belə, bir görək, niye Şaxta Baba həmişə qar kızılır? Niye? Çünkü Şaxta Baba kocadır. Ben de koca adamdı da Şaxta Baba. Bir fikirləşir ki, birden bak karla yolla gittim. Sürüştüm, yıkıldım. Ona göre benim kimi cavan, güzel kar kızı tapır, girir onun koluna. Laf arkancılıkla o evden bu eve, bu evden bu tuvaletten bu tuvalete gelir. Peki sen, ne bakmışsın bana bakmak? Sen beni yanında nöş gezdirirsen, hara gedirsen, aparırsan. Ona göre ki sen kocasan, ben cavan. Çok Sen doğru. bana laf arkayınsan ki, bak yıkılsın ilersen ben var. Teşekkür, yaxşı. Bəs onda bir görək, niye ilin her il gələndə, ilin sonunda Şaxta Baba cavanlaşır, yeni bir ile çevrilir, uşaq olur, ama qarqız el olduğu gibi de qalır. Ama bu da bilirsen niye göre? Çünkü yine de deyirəm de kocalığa geldi çıkır da yine mesele. Bak Şaxta Baba kocadı, koca insanlar hepsi cavanlaşmak istiyor.
boyu qocalır, qoca kişiyə dönür. Düzdür, amma qar qız həmişə cavandır, həmişə gözəldir. Ona görə ona cavanlaşmaq lazım deyil. Bəs yaxşı, onda belə bir sualım da var. Niyə Şahta baba öz heybəsini ancaq özü gəzdirir? Əgər qoca kimsə qar qıza etibar eləmir, hə? O da ona görədir ki, Şahta baba kimizdir. Kimizlikdən heç kəsə babın çoxu vermir ki, özünlə gəzdirir. Bax, sən, Azər, neçə ildir Şahta babasan? Azərbaycanda bir nömrəli Şahta babasan, düzdür? Niyə bu rolu sənə veriblər? Ona görə sən də sevmişsən. Çox sağ ol. Mən öz belə qar qız adından da deyə bilərəm. Ömründə neçə ildir sən Şahta babasan, mən qar qızam, sən mənə bir dənə də hədiyyə verməmsən. Düzdür, qar qızı qoyaq bir qırağa, Gülşən kimi də, haca mənim ad bilmə, bir dənə gül bağışlamışsan, hə? Yaxşı, bura yeri dövdür. Yaxşı, onda bir sual da verəcəm, amma bu sual çox çətin olacaq. Oy, qorxdum sualım. De görək, qar adam, diqqətlə qulaq, qar adam Şahta babanın nəyidir? Sual çətin olduğuna görə burada variantlar da mövcuddur. Yəni necə? A. Onun oğlu, B. Onun qardaşı, C. Onun əmsi oğlu və nəhayət V. Onun köməkçisi. Azər, nə A, nə B, nə C, heç biri düz deyil. Qar adam Şahta babanın kürəkənidir. Kürəkəni? Hə, kürəkənidir. Hesablı, axırda əriyib suya dönür. Sən məhəbbətə baxır, Şahta baba kürəkəni qar adam eləyib ki, əriyib getsin, qar qız da onun yanında həmişəlik qalır. Mən çox üzr istəyirəm. Axı, bu qar adam həqiqi deyil, onu yatırlar, əziz. Mənim canım, mənim əzizim yapsınlar. Elə kürəkənlərin 90% elə yapmadı da. Of, mən görürəm ki, həmiş olduğu kimi, yenə də sənə çatdırmam mümkündür. Nə deyirsiniz, əhl-i məclis? Gülşən xanımı ən hazır cavab bir insan kimi hədiyyələndirək, yoxsa yox? Bir dəqiqə, gəlin belə deyək. Seçkilərdə olduğu kimi şəffaf bir qutu gətirək, exit poll keçirmək, necə bilirsin, ha? Adam nə exit poll'a da utanmırsan, gör mənim başıma. Bir dənə hədiyyə, ömründə bir dənə mənə hədiyyə verəcəkdir. Onu da sən bax belə həngamdan. Dedim, hörmətli olsun da. Yaxşı da, Yaxşı nə deyilməzdir bəli? Nəsə, mənə elə gəlir ki, yox səsləri gəlir. Ana yox, ondan elə gəlir. Yox, eşitmişəm. Ona görə ki, deyirlər ki, hədiyyəni Gülşən xanıma Ay, sağ ol. mən yox, məclisimizin Şahta babası gətirsin, ha? Şahta babanın adından məclisimdə hədiyyə. Ən hazır cavab, ən çox filan, ən gözəl hədiyyəni qəbul edeyim. Hadiye'ni değiştirdi mi tabii ki?